İsa aleyhissalam yol gedir, yanında havarisi. Bir dənə də mənim kimi günahkar baxır, deyir ona baxır bəxtəvər. Peyğəmbər gedir, bu da onun dalıyca gedir. Məndə nə ləyaqət var? Deyir birdən, düzdür mən nalayiq adamam, günahkar adamam. Heç ləyaqətim yoxdur. Amma biraz düşüm dallarıca mən də yol gedir. Yol gedir, bir neçə addım. İsa aleyhissalamın həvarisi baxır, deyir, ey Allahın Peyğəmbəri bu günahkarı qov. Bu kimdir ki bizlə yol gedir? Allahdan nida gəlir, vəh gəlir İsa Peyğəmbərə. Günahkara denən ki günahlarını bağışladım. Yanındakına denən ki savablarını sildim. Bu özündən razı oldu ona görə. O özünü günahkar bildi ona görə. O özünü heç bildi, onu bağışladım. Bu özünü nəsə hesab elədi. Ona görə kim olursan ol amandır, özünü nəsə hesab eləmə. Əlboşluq hissi ilə gəl. İndi bəlkə məni dinləyən ən günahkar adam kimdir bilmirəm. Birdən o deyə ki ürəyində, o deyə ürəyində ki, ilahi mən utanıram, mənim heç nəyim yoxdur. Utanıram, bağışlanmaq istəməyə də utanıram, mən günahkaram. Deyir onun tövbəsini Allah bütün hamını bağışlayar. Onun o halının müştərisidir. Ən günahkar adam.